Tovuz rayonunda 15 iyun Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçirilib. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı, Milli Məclisin deputatı, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində vətənpərvərlik ruhunu əks etdirən çıxışlar səsləndirilib, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs olunub. Çıxış edənlər Milli Qurtuluş Gününün ölkəmizin müasir inkişaf yolunda dönüş nöqtəsi olduğunu xüsusi vurğulayıblar. Konsert proqramında tanınmış estrada müğənniləri və yerli incəsənət ustaları səhnə alaraq vətənə və xalqımıza həsr olunmuş mahnılarla çıxış ediblər. Bayram ovqatı ilə keçirilən tədbir rayon sakinləri tərəfindən böyük coşqu və sevinclə qarşılanıb.